Ucarda yanğın zamanı qaz xətti zədələnib. Ucar xidmət sahəsi üzrə rayonun Qaracallı, Alpi, Müsüslü, Qulabənd, Bağırlı, Türkəci, Çiyini, Ənvər Məmmədxanlı, Kiçəkənd, Pirkənd və Təzə Şilyan kəndlərini qazla təmin edən Ucar Qapalı Səhmdar Cəmiyyətindən qidalanan P315 mm-lik yeraltı qaz xəttinin Qulabənd kəndi ərazisində qamışlıq sahədən keçən hissəsi naməlum səbəbdən baş vermiş yanğın zamanı zədələnib. Bununla bağlı əraziyə verilən təbii qazın verilişi dayandırılıb. Qaz təchizatının dayandırılması nəticəsində 3049 abonentin qaz təminatında fasilə yaranıb. Gördüm ki tüstü qalxdı. Dəmir yolu var, burada yaxındadır. Qara tüstü qalxdı oradan. O saat düşdən qazlarımız kəsilib, yoxdur qaz. Partlayış oldu da dedi, eşitdiyimə görə partlayış oldu. Aynı partlayış, bu düzəlsinlər də partlayış da 2 gün getmir ki. Yemək pişirmək olmur. Ondan sonra uşaqlar qalıb soğuğa. 18-də saat 3-də qazlar kəsilib. Bəli, dünən saat 3-də qazlarımız kəsilib. Hə, evimiz, eşiyimiz hamısı qışın gündür, soğuqdur, körpə uşaqlarımız var. Sokarın Azərqaz İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar xidmət sahəsinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Artıq ərazidə qazıntı işləri yekunlaşıb və polietilin boruların quraşdırılması mərhələsinə başlanılıb. Təmir bərpa işləri çərçivəsində 315 mm-lik 10 metr uzunluğunda yeni polietilin boru xətti çəkilir. Eyni zamanda borunun metal hissə ilə birləşmə qovşağı yenisi ilə əvəz edilir. Planlaşdırılan işlərin bugün saat 17:00-dək başa çatdırılması və qaz təchizatının bərpası nəzərdə tutulub. Günay Hüseynova, Agil Əsədov, Rəvan Məmmədli bugün informasiya proqramı üçün.